Dostlar, kəsir n parametrin hansı qiymətində ixtisar olunandır. Parametr olmayan sürəti sıfıra bərabər edirik. Köklərini tapırıq. Sonra alınmış kökləri məxrəcdə parametr olunan ifadədə yerinə qoyuruq, x-in yerinə və sıfıra bərabər edirik. -1 üstəgəl n bərabər 0, n bərabərdir 1. İkinci, 2-ni yerinə qoyaq. 2 plus n bərabər 0 və burada n bərabərdir -2. Misal həll olundu. Deməli, n-in 1 və -2 qiymətlərində kəsir ixtisar olunandır. Sağ olun, gələn görüşlərə qədər.